Deməli yoldaşlar, bu da əvvəlki mövzuda qeyd etdiyimiz kimi biraz belə şifahi mövzudur. Native speaking ilə bağlıdır. Yəni ki, burada bəzi frazalar əlavə olaraq ifadələr, idiomalar istifadə olunub. Sadəcə bunları öyrənməyiniz lazımdır. Bunlar üçün dediyim kimi xüsusi bir qayda yoxdur. Və bunlardan aşağıda bəzi ifadələrin, hansı ki biz məsələn bunlardan birini öyrənmişdik. To be going to-nu gonna şəklində istifadə eləməyi, daha sonra want to-nu wanna şəklində istifadə eləməyi. Burada onlar qeyd olunub əlavə olaraq. Got to-nu gotta şəklində istifadə eləməyi, have to-nu have to go şəklində istifadə eləməyi, kind of-u kinda, it's kinda interesting, yəni maraqlı kimidir, maraqlı növ bir şeydir. Sonra out of var, give meaning qısa forması, let meaning qısa forması, how are you-nun yox, what are you? Məsələn, doing ola bilər, saying ola bilər. Bax, orada ifadə də hətta belə verilib ki, what you doing later? What are you doing later əvəzinə what you doing later şəklində deyəcəksiniz. Watcha formasında qısalacaq. I don't know-nun orada qısaldılmış forması var. Should have-in qısaldılmış forması var. Yəni hamısının qısa formaları, native speaking-ə lazım olan bütün qısa formalar sizin B2 səviyyənizi tamamlayacaq. Bütün məqamlar orada qeyd olunub. Yaxşı-yaxşı öyrənəcəksiniz. Mən inanıram ki, artıq C1 səviyyəsində heç bəlkə də mənim videolarıma baxmağınıza ehtiyac qalmayacaq. Artıq özünüz bir neçə belə deyək də nəzər atsaz mövzunun başlıqlarını özünüz biləcəksiniz ki, söhbət nədən gedir. Belə, artıq yekunlaşdırırıq, artıq mənə ehtiyacınızın azaldığı vaxtlardayıq. Ümid edirəm ki, sizə çox böyük fayda qatmış oldum. Əgər həqiqətən belədirsə, bunu mütləq şəkildə sosial şəbəkələrdə bildirin, yazın, paylaşın, mənlə kontakta keçin. Mən görüm, o məni daha çox da sevindirsin ki, insanlar, o öyrənənlər, gəlib buralara qədər çatanlar kimlərdirlər. Və keçəcəyik növbəti mövzuya. Növbəti mövzuda yenə phrasal verblərdir. O haqda da çox danışacaq bir şey yoxdur. Ona görə həmin mövzunun böyük ehtimal ki, heç ümumiyyətlə videosu olmayacaq. Çünki phrasal verblərdən danışmışdıq, frazalardan. Və burada yenə phrasal verblərdir. Biraz daha geniş şəkildə, B2-yə uyğun şəkildə frazalardır. Və sonra biz C1 səviyyəsinə başlayacağıq sizlə. Sizin hər birinizi çox sevirəm. Çox sağ olun buralara qədər gəldiyinizə görə. Advanced səviyyəsi doğrudan da çoxlarının gəlib çatmaq istədiyi bir səviyyədir. Advanced səviyyəsində birlikdə görüşərik. Özünüzə yaxşı baxın. Sağ olun.